Bu günləri biz Göygöl Milli Parkında Göygöl Şamlıgöl ekoturizm marşrutu boyunca hərəkətə başlamışıq. Getdiyimiz yollar boyu dəniz səviyyəsindən yüksəklikləri ölçmək istəyirik. Hal-hazırda 15-ci nöqtə qeyd edirəm. 1333 metr hal-hazırda yüksəklikdə dayanmışıq. Çox keçilməz yerlərlə keçərək Şamlıgölə gedib çıxacağıq inşallah. Ekoturizm marşrutları öz kriteriyalarına görə 3 cür olur. Asan, orta, çətin. Hər bir marşrutun özünün xüsusi proqramları var ki, hansı fəsildə getmək olar, kiminlə getmək olar, hansı yaş qrupu ilə getmək olar və beləcə biz ekoturizm marşrutlarını proqramlaşdırmışıq. Turizm marşrutları boyunca bir-birindən maraqlı, gözəl yerlər onları gözləyir. Ümumiyyətlə, ekoturizm marşrutları təyin ediləndə biz həm təbiətin qorunmasını da xüsusi diqqət mərkəzində saxlamışıq ki, insanlar meşələrdə yaşayan heyvanların yaşayış areallarından, kənar ərazilərdən keçsinlər və heç bir zaman onların yaşadığı mühitdə həyat tərzinə bir təsirləri olmasın. Və heyvanların miqrasiya yollarıdır, köç yollarıdır, həmin yolların da kənarda qalmasını nəzərdə saxlamışıq. Ən saf səfərandır bu. Təbii halda Göygöl Milli Parkının ərazilərində bir xeyli vardır. Ümumiyyətlə, heç bir kəsə qadağa yoxdur təbiətdə gəzməyə. Sadəcə milli parklarda bu müəyyən bir deyək ki, proqram çərçivəsində müəyyən bir qanuna uyğun proseslərlə həyata keçirilir ki, bu gözəl təbiətimiz məhv edilməsin və olduğu kimi qalsın. Bildiyimiz kimi insanlar bir yerə davamlı olaraq çox gedərsə, həmin yerin təbii gözəlliyi pozula bilər və bütün bunlar nəzərə alınaraq bu işlər həyata keçirilir. Hal-hazırda Şamlıgölün düz yaxınlığındayam. Gölün yaxın hissəsində təxminən yaşı 100-ə bərabər olan bir fıstıq ağacını müşahidə edirəm. Bu hissədə aşınmalar getdiyindən kök hissələri açıqda qalır və həmin kök hissələri gördüyümüz kimi tamamilə gövdələşib və üzəri ağac qabığı kimi yenidən qabıqlanıb. Bu onu göstərir ki, bu ağaclar ən çətin şəraitdə belə öz nəsillərini belə deyək, davam etdirə bilərlər. Bu tamamilə bir möcüzədir. Köklərinin üzəri açılandan sonra yenidən belə gövdələşməsi çox maraqlıdır və bu da bir həyat mübarizəsinin bütün canlılara xas olduğunun göstəricisidir. Bu gözəl təbiətimiz bəzən qardan, çovğundan bizləri qorumaq üçün belə bir proseslər də yaradır. Bu böyük qurumuş ağacın kovuş hissəsinə girmək mümkündür və inanın ki, qarşı hissələrdə də belə ağaclar olmasa da, amma böyük mağaralar var ki, yağışlar yağarkən, qar yağarkən həmin orada daldalanmaq mümkündür. Çox gözəldir. Təbiət, yenə qeyd edirəm, bir ana kimi həmişə biz insanları qorumaq istəyir. Bizə qalan isə onu göz bəbəyi kimi qorumaqdır və təbiətdə gəzərkən çalışıb elə hərəkət etmək lazımdır ki, özümüzdən sonra izlər qalmasın. İstər Göygöl Milli Parkı olsun, istər Hacıkənd meşələri olsun, istər Daşkəsən, Gədəbəy əraziləri olsun. Təbiətdə gəzmək üçün kifayət qədər yerlərimiz var və təbiətə
seyr etməyin, seyrə çıxmağın bambaşqa gözəllikləri var. Hər kəsi bu işdə özlərinə vaxt ayırmasını istərdim. İnanın ki, həyat çox qısadır və bir şeylər edib özünüzə vaxt ayırın, bu gözəl yerləri görməyə çalışın. Thank you.